Sonra məsələn gəlir nə? Məsələn, Fəslul Xitab kitabı ki var, bizim o mövzumuz. Və bu demişdim o dəfə, Nuri özü o kəlmənin təhrif olmasını bildirir. Gəlib ki, bu kəlmə təhrif olub. Mən bu desəm bunları danışmışım bəhəsin. Ən'am 59 bəli bu da demişdim, daha mən təkrarlamayım. Keçim aşağı. Əbu Həmzə Sumali ki, məşhur sahabədir. İmam Baqirdən qeyd edilir. Kafi kitab cild 1 səhifə 422-də Həd surəsinin 19-cu ayəsində kəfəru sözü var. Kafir oldular. Deyirlər ki, burada məqsəd nəyə dandılar, nəyə inkar etdilər? Bi vilayəti Əliyin, Əlinin vilayətini. Bi vilayəti Əliyin kəlməsi Quranda yoxdur. İmam onu izah edir ki, onlar Əlinin rəhbərliyi barəsində nədir bu? Dandılar bunu, qəbul etmədilər. Bu təfsir ünvandadır, ayə ünvanında deyil. Məsələn, İsra 89-cu ayədə Ən-nas sözü var, insanlar. Ayə danışır insanlardan, yaxşı cəhətləri, pis cəhətləri, hər bir ayəmizdə. Deyirlər ki, burada bir vilayət-i Əliyin, Əliyin vilayəti barəsindədir. Amma o təfsiri mənasında, nəinki ayənin özüdür. Molla Feyz Kaşani şiə alimidir. O da deyir ki, bu təfsir ünvandadır. Özünün Əl-Vafi kitabında. Kuleyni mərhum, Usul Kafinin müəllifi. Deyir ki, zəif rəvayətlər Əbdürrəhman ibn Kəsir İmam Sadiq əleyhissalamdan Kafi cild 1 səhifə 420-də qeyd edir ki, Ma ənəzəlallahu fi aliyyin Muhammed surəsi 26-cı ayədə deyir, bu həm zəif rivayətdir, həm də ki, deməli, ayəmizdə o söz yoxdur. İmam Sadiqin rivayəti var ki, Kafi cild 1 səhifə 420-də ki, bu Ma ənəzəlallahu fi aliyyin, Əlinin barəsində olan ayə. Nəinki orada sırf Əlinin adı var. Demişim sizə təkrar edirəm. İbn Əsakir məşhur sünni qardaşlarımızın alimlərindəndir, tarixçidir. İbn Əsakir. Mən bu cümləni demişəm sizə dəfələrlə və bu cümlə mənə ustadım deyib 99-92-ci illərdə biz dərs alanda mən bu dərs idi. O demişdi ki, İbn Əsakir deyir ki, Quranda 300-dən çox ayə Əli haqqındadır. İndi nəinki Əli adı Quran-Kərimdə var, onun haqqındadır, izahında odur. Nəinki orada sırf Əlinin adı var. Məsələn, Alimran surəsi 103-cü ayədə orada Minha bi Muhammedin sözü var. Alimran 103. Mən ayə tapsam olmaz. Bəli. Deməli, deyir, məsələn, orada Alimran 103-cü ayədə Peyğəmbər haqqında deyilən bir ayəmizdir. Belə başa düşdüm mən. Deyir, orada açıq aşırı Peyğəmbər adı qeyd olunmasa onun izahı ünvanındadır. Alimran 103 şeydir də bu, Allahın ipindən bərk sarılın, ayrılmayın. O ayədir. Deyirlər ki, Allahın ipindən məqsəd Muhammed Peyğəmbər və əhl-i beyti filan. Deyir, bu ayənin izahında deyilə bilər. Nəinki orada sırf ayədə açıq aşırı qeyd olunsun. Səhv 8-ci ayə ki, məşhur ayədir. Bunu hər bir cəhətdən paylaşılır, qəşəng ayəmizdir. Deyir, onlar istəyirlər ki, öz ağızlarının pilənməsi ilə Allahın nurunu söndürsünlər. Vallahu mutimmu nuri. Allah öz nurunu tamam eləyər. Deyir, burada Allahu mutimmu nuri, Allah öz nurunu tamam eləyər ayəmizdir. Bu nur nədir? Əl-imamə, imamətdir. Deyir, bəzi imamət sözünü ayə qeyd etmək istəyirlər. Ki, Allah Teala öz imamət nurunu tamam eləyər. Deyir, yox. Burada imamət nuru yoxdur. Nur sözü var. İmamət izah ünvanındadır. Və yaxud da yuridul yutfi'u ki, iradə ilə istəyirlər ki, söndürsünlər. Nəyə söndürsünlər? İzahı var. Vilayəti əl-İslam bi əfvahihim. Deyək. Yuridu vilayəti əmirul müminin bi əfvahihim. Ağızlarının o küləyi ilə, pilənməsi ilə Əlinin vilayətini söndürmək istəyirlər. Təbii ki, bu açıq aşağı deyil. İzahı bəli var. İzahı normaldır. Amma ayəmizdə o söz yoxdur. Tağabun 8-ci ayə. Amənun sözündən sonra var ki, və nur əlləzi ənzəlna. O nur ki, biz onu nazil etdik. Nur nədir?
Deyirlər ki, nur həman nur-i imam, imam nurudur. Düzü izahındadır, amma ayəmizə yoxdur bu. Səhv 9-cu ayə. Liyuzhirahu, hətta bu var da meydan namazında. Aləddinin kulli və ləv kərihəl müşrikun. Allah istəyir ki, zahir etsin. Bütün dinlərə müşriklər acığı gəlsə belə. Deyirlər ki, burada liyuzhirahu, deməli, onu aşkar etsin bu ayəmizdir. İzahında var ki, alə cəmi'əl ədyan, bütün dinlərə. Bu söz orada yoxdur. Nə vaxt? İndə qiyamil qaim, qaimin qiyam eləyən vaxtında. Burada söz orada yoxdur. Və Allahu mutimmun nuri, öz Allah nurun tamamlayar. Bu var, amma vilayəti qaim, qaimin vilayəti sözü yoxdur Quranda. Səhv 8-də və ləv kərihələ kafirun, kafirlərin acığı gəlsə belə, nədən acılar gəlsə? Bir vilayəti əliyin, əliyin vilayətindən. Bunlar hamısı nələrdir? İzahlardır. Nur, deyilər ki, hələ həmin Qurandır. Nur, yəni ki, Quran. Dəhr bir adı insandır, bir adı həl-əta deyirlər. Çünki həl-əta ilə başlayır. 23-cü ayə barəsində deyirlər ki, bir vilayəti Əliyin tənzilən, Əlinin vilayəti barəsində nazil olunmuşdur. İzahında bəli, amma ayəmizə o yoxdur. Və təfsiri məlum məsələ. Məsələn, o Fəcr Surəsinin axır 4 ayəsi var. 25, 26, 27 və 28-ci ayə. Fəcrin son 4 ayəsi. Ya yuhən nəfs mutmainnə. Nəfs mutmainnə arxan nəfs bu ayəmizdir. Bunun izahı nədir? Ali Muhammed Əhl-i Beyt. Ali Muhammed və Əhl-i Beyt. Muhammed və onun Əhl-i Beyti. Orada var irci'i, qayıt. Deyir irci'i hara qayıt? Bir vilayəti. Qayıt vilayətə. Mərziyyə, raziyətə, mərziyyə. Mərziyyə yəni ki, razı olunmuş. Raziyyə yəni ki, razı olan. Mərziyyə yəni ki, razı olunmuş halda yəni ki, savab mənasında. Fədxuli, daxil ol. Nəyə daxil ol? Deyirlər ki, ayın izahında Muhammedil və Əhl-i Beyti. Muhammed və onun Əhl-i Beytin cərgəsinə daxil ol. Bu nədir? İzahlar da ayəmiz deyil. Məclisi, mərhum Əllah Məclisi Şeyh alimidir. Kitab var, bilirsiniz. Bəhər Anvar 110 cild. Orada ayəmiz var bizim, Tövbə 105. Orada var, məsələn, bizi hətta bəhsləyəndə deyirlər ki, məsələn, içində möminlər, ümumiyyətlə insan görür, görmür. Ölü diri məsələsi var bu Şiə Vahabidə. Ölülər eşitirlər, eşitmirlər, ölülər bilirlər, bilmirlər, filan və s. Hətta bari mənim dərsim vardı, ölülərin eşitməsi barəsində 8-10 dərs. 8 dərs, bəli. Demişim bu ayını orada ki, Allah deyir ki, deməli, sizi Allah, Peyğəmbəri və möminlər görürlər. Deyirlər ki, orada möminlərdən məqsəd kamil möminlərdir. Əsl möminlər, hələ belə möminlər deyil. Onların üçün imanın dərəcəsi olduğu kimi möminlərin dərəcəsi var. Orada möminlər dünyasını dəyişəndən sonra belə insanlardan xəbərdardırlar bu ayəmizə əsasən.